Boşanma səbəbi o azadlıq istəyirdi, rahatlıq istəyirdi. Qardaşıma dedi ki, niyə rayonlara istirahətə getmirik? Qardaşım da dedi ki, sən hal-hazırda ailədə hansı vəziyyəti yaşamağımızı görürsən və bu söz mənə deməməlisən. Mənim evdə bacım hal-hazırda ölümlə çarpışır və mən istirahətə gedə bilmərəm. Bacım sağalsın, inşallah gedərik. O da onu davaya çevirdi. Niyə istirahətə getmirik? Azadlıq istəyirdi. Deyirdi ki, mən həmişə qızlarla restoranlara getmişəm, kafelərə getmişəm, evdə otura bilmirəm. Və ən sonda onu vurğuladı ki, mən çox-çox üzr istəyirəm, yaşca məndən böyük olanlar varsa, ifadəmə görə onun dediyini təkrarlamağa məcburam, eynisini demək üçün. Dedi ki, mən kimisə tumanı yuya bilmərəm, kimisə qabağına çay qoya bilmərəm, sənin anovun, bacımın qızının qabağına çay qoymağı özümə yaraşdıra bilmərəm, özümə sığışdıra bilmirəm. Qardaşım da dedi ki, sən axı mənim evimə gələndə, ailə qurmağa hazırlaşanda bilirdin ki, sən qaynananın qabağına çay da qoymalısan, bu hörmət əlamətidir. Və o da dedi ki, mən bilmirdim də. İndi bilmirdim, indi ayrılmaq istəyirəm, rahat olmaq istəyirəm. Niyə bunlar indi danışırsın?